Az şərtli iş var yoldaşlar, az şərtli iş var. Mən sizə bir neçə az şərtli işlərdən bəhs etmək istəyirəm. Onlardan biri bankdadır. AFP bankdadır yoldaşlar. Demək olar heç nə tələb eləmir. Satış və müştəri xidməti sahəsinə marağınız varsa, rəqəmsal platformalarda işləmək istəyirsinizsə, bank sektorunda karyera qurmaq arzunuz varsa, bu işə müraciət edə bilərsiniz. Onlayn satış üzrə kiçik mütəxəssis. Bundan əlavə başqa vakansiyalar da var. Məsələn, resepsiyon işi var gecə növbəsi üzrə. Bu bəylər üçündür yoldaşlar. Alba oteldədir. Deməli, rus dilinə B1, ingilis dilinə B2, yaş həddi də 19-26 yaşlı olmalıdır. 19-26 yaşlı şəxsinizsə, axşam saat 5-dən səhər saat 8-ə qədər işləyə bilərsinizsə, 600 manatlıq bir işdir. Bir gündən bir də iş qrafikidir. Belə bir variant da var. Bundan əlavə ofis meneceri işi var yoldaşlar. 2-3 dənə də vakansiyadan bəhs etmək istəyirəm sizə. Ofis meneceri işi var. Xanımlar üçün 25-35 yaş, 600 manat verir. Rus dili tələb edir, ali təhsil tələb edir, Excel, Word-ı bilməyi tələb edir. Azər notdadır bu da. Bundan əlavə ofis meneceri Nero şirkətində də var. 600-700 manatlıq. Bu nisbətən daha az hədd qoyub sizə. Başlanğıc səviyyədə ofis proqramlarla işləmə biliyi tələb edir yoldaşlar sizdən. Bundan əvvəl Ünbankda İnzibati İşlər Departamentində iş var. Rus dilini bilirsinizsə orta səviyyədə, kompüterdən əla səviyyədə istifadə etmə bacarığınız varsa, bu işə müraciət edə bilərsiniz. Bu işlərdə müraciət etməkdə dəstək istəyirsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsə, ümumiyyətlə uzun müddətdirsə, əgər iş tapa bilmirsinizsə, onunla bağlı əlaqə vasitəsində mesaj yaza bilərsiniz. Əlaqə vasitəmizdə profildə qeyd olunub. Siz videonu harada görürsünüzsə kanala daxil olun, Toğrul Əzvallı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.